Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademinin təlimçisi Firuzə Hüseynim. Bugün sizə kəsirlər üstündə əməlləri başa salmaq istəyirəm və ilk izahım kəsirlərin toplanması ilə bağlı olacaq. Kəsirləri toplayarkən məxrəcə xüsusilə baxmaq lazımdır. Məsələn, 5-də 2 üstə gəlinsin 5-də 1. Əgər məxrəcləri bərabər olan kəsirləri toplayırıqsa, məxrəc olduğu kimi qalır, surətlər toplanır. Yəni, toplama əməli surətə aiddir. Yəni, 2-nin də üzərinə 1 gələndə neçə edəcək? 5-də 3. Bu 1. Lakin hər zaman məxrəc eyni olmayacaq. Ola bilər ki, məxrəc müxtəlif olsun. Belə olan halda nə etməliyik bəs? Belə olan hal üçün gəlin nümunəyə baxaq. 5-də 2 üstə gəlinsin 4-də 1. 5, 4. Ortaq məxrəcə gətirirəm. Yəni 5 ilə 4-ü ən kiçik ortaq bölünün, yəni əkobunu tapırıq. 5 ilə 4-ün də əkobu neçədir? 20. 5-i 4-ə vuraram 20 olsun. 4-ü də 5-ə vuraram 20 olsun. Yəni məxrəcləri vurub bərabərləşdirməyə çalışırıq. O da edir 20-də 8 üstə gəlinsin, biri də 5-ə vuranda 5. Cavab etmiş olacaq 20-də 13.